Siz vegetarian qidalanan bir aktyormuşsunuz, rejissormuşsunuz. Sözsüz, mən vegetarianım. Artıq neçə ildir? Artıq 18 yaşımdan. Necə oldu vegetarian qidalanmaya keçməyə qərar aldınız? Mən 6 yaşımdan asma xəstəliyinə tutulmuşam. 18 yaşımda artıq mənə ikinci qrup əlillik vermək istəyirdilər. O dərəcədə mən pis idim. Və mənə hormonları otuzdurmaq istəyirdilər. Dedilər ki, hormonları oturmalıdır, bu uşaq yoxsa öləcək. Hormonal belə deyək, dərmanlar vermək istəyirdilər. Mən dedim ki, yox, belə bir şey mümkün deyil. O vaxtı balaca kitabçalar çıxırdı, mənim acılıq, vegetarianlıq haqqında mənim bir balaca kitabça düşdü. Və mən elə bir qərara gəldim ki, mən vegetarian olacağam. Anam elə evdə qırğın idi. Anam, ay uşaq getdi əldən. Siz təsəvvür edin. Bəli, bizdə belə bir düşüncə var ki, ət yeməsən yaşaya bilməzsən. Öləcək, mümkündür. Və mən 3 aydan sonra idmana getmək halında idim. Mən vegetarianlığa keçəndən sonra. İnsan bədəni ümumiyyətlə ət yemək üçün nəzərdə tutulmuyor. Çox şişirdilmiş bir şeydir ki, insana bilsiz nə qədər zila lazım. Gəlin bir sizə bir misal çəkim. 100 qram toyuq ətində 21 qram zilal var. Bəli. Mərcinin içində isə 23. Yəni mənə həmişə deyəndə ki, o mümkün deyil yaşamaq deyirəm, yaşayıram axı. Mən tək sağlam qidanı demirəm sizə. Mən deyirəm ki, idmanla məşğul olmaq lazımdır mütləq olaraq. Mütləq olaraq. Ona görə özünüz məşğul olursunuz da idmanla. Bəli. Adi bir şeylərlə qidalansanız tamamilə bəs eləyir və sizin bədəniniz sizə çox sağ ol deyəcək. Məsələn, deyirlər omega 3. Bəli, balığın tərkibində var, mütləq balıq yeməlisiniz. Qozda omega 3, belə yox, bu qədərdir. 3 dənə gündə yesəz, belə balaca yoxdan sizə tamamilə bəs eləyir. İnsanın hər gün azcana nəsə bir yemək lazımdır. İnanın ki, biz artıq yeyirik, çox yeyirik, lazımsız dərəcədə. O da əslində böyük bir problemdir. Siz vegetarian da olsanız, çox yesəz, yağlı yesəz, mən nə bilim nə yesəz, onda da problem olacaq. Bəzən deyirlər ki, axı Allah Taala bizə şey var da ki, ət yemək var. Heyvan veribsə yemək olar. Heyvan yemək veribsə, amma elə deyil. Düşünürəm ki, elə sizin seçdiyiniz həyat tərzi, qidalanma tərzi bir növdə sizin heyvanlara olan mərhəmətinizdən, təbiətdə olan canlı varlıqların belə deyək də qorunmasından irəli gəlir. İnsan ruhi həyatla yaşayanda fikirləşir ki, onu da Allah yaradıb. Bəli. O da canlıdır. Yəni o danışa bilmirsə, amma onun gözündə o qorxu var ki, öldürmə məni. Onun üstündən keçmək olmaz. Əsas prinsip odur ki, həm daxili, həm xarici təmizliyinizi güdmək lazım. Çox sağ olun. Həmişə sağlam olasınız. Sağ olun.